Ailədə bərəkət istəyən salavatı artırsın. Gör Allah da bizlər üçün də seçib salavat. Ona görə əgər deyir, Allah katına xatırlanmış qulun gələcək xoşbəxt o, beləcə də şeytandan qorunmuş olar. Onu hətta deyil alimə ki, kim sehirdən, gözdən, caddan qorunmazsa salavatı artırsın. Çünki sən Allah dərgən xatırlananda sənə cin, şeytan yaxın durmaz, qorxarlar. Baxın, Peyğəmbərimiz nə deyir? O məclis ki, yemək süfrəsi ki, Allah həm sənə edilməzsə, Peyğəmbərə salamat deyilməzsə, qiyamət günü buna görə insan peşmançılığa çəkəcək. Yəni, bu bir ali zikirdir və şeytan buna mane olmağa çalışacaqdır. Buna görə də hər gün bu fəzilətlər haqqında düşün. Baxın, alimlər 40 dənə faydasını toplayıblar. Nə əzəmətli bir zikir. Və dinləyicilərimiz də Allah həmd olsun, çoxları dilimizdən düşürmürük. İlk öncə soruşuram dinləyicilərimiz yazandır. İlk öncə nə hiss edirsən? Deyir, Allah and olsun, qəlbimə bir sevinç gəlib, uçuram deyir, sevincdən deyir. Bu mənə kifayət dedi bəziləri deyir. İstəmirəm duamı deyir. Yəni, istəyib ki, bir duası qəbul olunsun, o niyyətlə edib. Etmək olar, yəni, onsuz da sən Allah üçün et. Amma qəlbimə elə rahatlıq gəlib deyir, dualarım yadımdan çıxıb deyir artıq. Deyir. Bu sevinç mənə yetər deyir. Qəlb rahatdır. Çünki nəyə görə? İnsan qəlbində rahat olanda, sevinç olanda, qəm, kədər, depressiya olmayanda xəstəliklər uzaqlaşır.